19-cu əsrin sonu, 20-ci əsrin əvvəli Avropada imperialist rəqabətin ən yüksək səviyyəyə çatdığı dövrdür. Dünya xəritəsi böyük dövlətlərin koloniyaları uğrunda mübarizəsi ilə yenidən çəkilirdi. Sənaye inqilabından sonra ən sürətli inkişaf edən ölkə Almaniya idi və bu İngiltərənin qlobal hegemonluğunu sarsıdırdı. Almaniya yalnız sənayedə deyil, hərbi dəniz qüvvələrində də İngiltərəni keçmək üçün gəmilərin sayını artırdı. İngiltərə isə öz növbəsində Almaniyanı durdurmaq üçün Fransa və Rusiya ilə üçlü Antanna ittifaqını gücləndirdi. Bunun qarşısında Almaniya, Avstriya, Macaristan və İtaliya ilə üçlü ittifaq qurmuşdu. Lakin İtaliya 1915-ci ildə tərəf dəyişdirəcəkdi. Avropadakı güclü blokun yaradılması müharibənin qaçınılmaz olmasının ilk böyük səbəbi idi. Eyni zamanda millətçilik ideyaları xüsusilə Balkanlarda imperiyaları zəiflədirdi. Osmanlı və Avstriya, Macaristan kimi çoxmillətli dövlətlər separatçı hərəkatlarla üz-üzə idi. Balkan müharibələri regionu tamamilə desentralizasiya etdi. Serbiya güclənərək Rusiyanın əsas müttəfiqinə çevrildi. Avstriya, Macaristan Serbiyanın böyüməsini özünün dağılması üçün təhlükə kimi görürdü. Eyni dövrdə dövlətlərarası silahlanma yarışı rekord səviyyəyə çatmışdı. Avropa orduları hər il yüz minlərlə yeni silah istehsal edirdi. Hərbi rəhbərlər müharibənin qaçınılmaz olduğunu düşünür və planlarını hazırlayırdılar. Almaniyanın məşhur Schlieffen planı Fransanın tez məğlub edib sonra Rusiyaya yönəlməyi nəzərdə tuturdu. 1914-cü il 28 iyun Sarayevoda Avstriya Macaristan vəliəhdi Frans Ferdinand qətlə yetirildi. Terrorçu Gavrilo Princip Serb millətçi təşkilatı Qara ilə bağlı idi. Bu hadisə Avstriya Macaristan üçün Serbiyanı cəzalandırmağı ideal bəhanəyə çevirdi. Avstriya Almaniyanın dəstəyi ilə Serbiyaya 11 maddədən ibarət ultimatum göndərdi. Maddələrin çoxu Serbiyanın suverenliyini demək olar ki, yox edirdi. Serbiya ultimatumun əksər hissəsini qəbul etsə də Avstriya 1914-cü il 28 iyulda müharibə elan etdi. Rusiyanın bu münaqişədə Serbiyanı tək buraxması mümkün değildi və o ordusunu səfərbər etdi. Almaniya Rusiyanın səfərbərliyini özünə təhlükə hesab edərək 1 avqustda Rusiyaya qarşı müharibə elan etdi. 3 avqustda Almaniya Rusiyanın müttəfiqi olan Fransaya da müharibə elan etdi. Schlieffen planı çərçivəsində Almaniya Fransaya tez çatmaq üçün neytral Belçikanı işğal etdi. Belçika ərazisinə hücum isə İngiltərənin müharibəyə daxil olması üçün rəsmi səbəb oldu. Artıq lokal münaqişə Avropanın bütün əsas dövlətlərini özünə cəlb etmişdi. Qısa müddətdə müharibə koloniyalara, Yaxın Şərqə, Afrikaya və Asiyaya yayıldı. Müharibənin əsl kökündə sadəcə bir sui-qəsd yox, imperialist rəqabət, millətçilik, bloklaşma və silahlanma yarışı dayanırdı. Sui-qəsd yalnız bu uzun müddətli gərginliyi alovlandıran qığılcım oldu. Bu səbəbdən tarixçilər müharibənin başlanmasını bir hadisənin nəticəsi deyil, bir prosesin kulminasiyası kimi dəyərləndirirlər. Nəticədə dünya 1914-1918-ci illərdə insanlıq tarixinin ən dağıdıcı münaqişələrindən birinə sürətləndi. Beləliklə, Birinci Dünya müharibəsi təkcə bir qətlin nəticəsi deyil, illərlə yığılan siyasi, iqtisadi və ideoloji ziddiyyətlərin partlayışı idi.